Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 6-cı sinif mövzusu olan xətti diaqram mövzusuna baxacağıq. Mövzuya keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçək mövzunun izahına. Bizə indi məlumatlar veriləcək və biz bu xətti diaqramdan istifadə edərək bizə verilən məlumatları hesablamamız, etməmiz lazım. 5-ci sualdan başlayalım. Nə deyir bizə? Deyir ki, diaqramda mağazada ilin ilk 5 ayı üzrə ayaqqabı satışını barədə məlumat verilibdir. Ayaqqabı satışında əvvəlki ay ilə müqayisədə ən çox artım hansı ayda olub deyir. Ən çox artım. Məsələn, baxın, gəlin yazağında yanvar ayında 20-dir, elə deyilmi? Yanvarda 20 olubdur, fevralda da baxın 40 olubdur. Gəlin belə deyəndə, bax 40 yazacağım, fevralda 40, martda olub 80, apreldə olubdur 60, mayda da olub 60. Baxın, bu olub, baxın 20-dən 40-a 20 vahid gedib, 40-dan 80-ə isə 40 vahid gedib. Deməli, hansı aydır ki, baxın, buradan baxdığımız zaman görürük ki, əvvəlki müsbətən məsələn, bu fevraldan aprelə nisbətən, fevraldan marta doğru getdikdə daha artıq olub. Yəni, fevrala baxanda martda daha çox satış olub bu şəkildə. Mart ayında satılan ayaqqabıların sayı, fevral ayında, məsələn, mart ayında neçə ayaqqabı satılıbdır? Martda 80, fevral ayına nisbətən neçə faiz çoxdur? Onda biz necə eləyə bilərik? Baxın, neçə faiz çoxdur deyirsə, biz baxın, mart ayına satılan ayaqqabıların sayı fevral ayına nisbətən neçə faiz çoxdur? İndi baxın, bu mart ayıdır. Baxın, gəlin burada bu fevraldır. Fevral, bu da mart. Əla. Biz neçə faiz çox olduğunu tapmaq üçün, bu kiçik, fevral olanı, 40 ayaqqabını götürürəm 100%, digəri də 80-ni götürürəm x faiz. Buradan x-i tapmaq üçün 40-ı məxrəcə yazıram, burada 80 vurulsun 100%. Bundan bunu xısa eləsəm, burada elədir 200%. Baxın aşağı, əvvəl 100 idi, indi 200%. Nə qədər, neçə faiz çoxdur? Bu 200-dən çıxıram 100, deməli 100% daha çoxdur. Həm də burada baxanda da görürsən, 2 dəfə artıb da, bu 40 idi, 80. 2 dəfə artmaq elə 100% artmaq deməkdir. Keçən üçüncüsünə deyir ki, aprel ayında satılan ayaqqabıların sayı mart ayında neçə faiz azdır? Marta görə nə qədər azdır? Martı 80-i götürürəm 100. Bu hissəni istəyirik də. Buna deyək A, B, bu C. C variantına baxsaq, 80-i götürəyin 100%, aprel 60-ı götürəyin x%. Buradan x da bərabərdir. 60 vurulsun 100 bölünsün 80. Mən bunları ixtisar eləsəm, bundan burası 4-ə görə, bura 25, bura 2, bundan bu 3, yəni 75%. Baxın, biri 100-dür, biri 75%. Nə qədər azdır? 25% azdır. Xətti diaqrama aid suallar tətbiq edin və cavablandırın. Bu artıq özünüz başqa, məsələn, yanvar ayının fevrala görə nə qədər az olduğunu, fevralın, məsələn, aprelə görə nə qədər az olduğunu falan bu şəkildə qurub özünüz yaza bilərsiniz. İndi gəlin keçəyim biz 6-cı suala. Deyək ki, 6-cı sualda bizə futbol oyunu saat 15:00-da başlamalı idi. Azərkeşlər saat 14:00-dan etibarən stadiona buraxıldılar. Diaqramda müxtəlif zamanlarda stadionda olan azərkeşlərin sayı barədə məlumat verilmişdir. Deyir ki, 15:50-də, 14:50-də, 14:50-də, baxın aşağılar və burada 30.000 olan azərkeşlərin neçə faiz çoxdur deyir. Baxın, çoxdur deyirsə, bu 15-40-dır, bundan çoxdur. Bu kiçiyini, baxın, 20.000-i götürün 100%, kiçiyini götürün 100%, oldu? Çox deyirsə. Bəs 30.000-i də x% götürəyin. Mən buradan x bərabərdir, bu 20.000 düşəcək aşağı, 30.000, bir də vurulsun 100-ə. İndi baxın,
Bu 4 sıfırla bu 4 sıfır getdi. Bununla bu getdi 50. Neçə elədi uşaqlar? 150%. Hə, bu 100 idi, o 150%. Neçə faiz çoxdur? 50% nədir? Çoxdur deyə bilərik. Əla. Sonra gəldi ikincisinə. Deyir ki 15 14 40-da azəkeşlərin sayı burada olan azəkeşlərin sayından burada tən yarısıdır yəqin ki. Sayı neçə faiz çoxdur deyir. Onu bunu götürürəm 100% yenə də 20.000-i götürürəm 100%. 14 20-də bunun tən yarısını götürdüm. Bu 10.000 ise bu olsun 5.000. 5.000. 5.000'i de götürürəm x faiz. Buradan x də bərabərdir 20.000. 5.000 vurulsun 100'ə. 4 0 buradan belə getdi. Bundan bu 5. 5'də 5'ə vurduq. Neçə elədi? 5 vur 5. 25% oldu. Bəs neçə faiz çoxdur? Təbii ki, və ya neçə faiz azdır deyirsə, mən bu 100'dən 25 çıxmalıyım. 75% azdır deyə bilərik. Digər sualları da artıq siz özünüz qura bilərsiniz bu şəkildə. Gəldi sonra 7-ci suala baxırıq. Deyir ki bizə Samir velosipedlə marketə gedərkən qolundakı nəbz ölçənin göstəriciləri, yəni 1 dəqiqədə göstəriciləri, yəni 1 dəqiqədəki ürək döyüntülərinin sayı planşetdə xətti diaqramda təsvir edilir. 2 dəqiqədən sonra onun nəbzi nə qədər olacaq? 1 dəqiqəyə nə qədər olur aşağıda? Baxın 1 dəqiqədə bu da qeyd olunub baxın aşağıda. Aha, baxın 1 dəqiqədə ürəkdir. 2 dəqiqədən sonra onun nəbzi nə qədər oldu? Hani 2 dəqiqədən sonra baxın buradadır. Neçə oldu? 90. Sonra 7-ci dəqiqədə nəbzi 3-cü dəqiqədəki. İndi baxın 3-cü dəqiqədə nə qədər olub? Baxın olub 100. 3-cü dəqiq 100 olubdu. 7-ci dəqiqədəki nəbzi 7, 6. Burada 7-dir uşaqlar. Burada 7-də də olubdu neçə? Baxın neçə desək biz buna. Bura 80'dir mi? Əla, bura 100, baxa 90, 80, bura 70, bura 50. Baxın 90, 100, 110, 120, 130, burada 140'dır. Əla, 7'də olub, 7 dəqiqədə olub 140. İndi baxın, deyir ki 7-ci dəqiqədəki nəbz, 3-cü dəqiqədəki nəbzə neçə faiz çoxdur deyir. 3-cü dəqiqə 100'ü götürək 100%. 100'ü götürürəm 100%. Birinci 140 olub da 140'a da x çarpaz vursaq 100 düşər aşağı, 140 vurulsun 100%'ə. Çarpı bu elə neçə? 140% oldu. 140%. Ha, neçə faiz çoxdur? 140'dır. Çıxdım 100'ü. 40% çoxdur deməli. Əla. Hərəkətə başlayanda neçə dəqiqə sonra onun nəbzi sabitləşməyə başlayır? Sabitləşməyə başlayıb baxaq görək. Və artıq burada gəlin belə baxağında bunları silin, bunları. Baxın bir xeyli deyir ki, hərəkətə başlayan neçə dəqiqədən sonra sabitləşməyə belə başlayıb. 12-ci dəqiqədən sonra başlayıb da sabit olmağa baxın. 12'də, 13'də falan artıq tam sabit 12'də bu şəkildə sabitləşir. Sonra 10-cu dəqiqədəki nəbzi 9-cu dəqiqədəki nəbzi neçə faiz azdır? Hani 10'da? 10'da olub 70. 70. 9-cu dəqiqə nə qədər az? 9'da nə qədər olub? 9'da olub bu. Bu da olub 100. İndi baxın 100'ü götürün 100%. 70'i götürün x%. Təbii ki 70% olacaq. X oldu 70%. Sənə deyir nə qədər azdır? Bu 100'dən də 70'i çıxmamız lazımdır uşaqlar. Neçə faiz oldu? 30% azdır uşaqlar. Deyir ki, hərəkət zamanı nəbzi artması və azalmasının səbəbini necə izah edə bilərik? Bu necə? Təbii ki, əgər hərəkəti sürətləndirirsə, təbii ki, nəbzi atacaq da. Biz məsələn qaçdığımız zaman özü fikircə ürək döyüntüləriniz artır, təngi nəfəs olsa. Niyə?
Hatta orada sizin o nəfəs alış-verişini atdığınıza görə, nəbzinizdə çox vurduğuna görə bu şəkildə olacaq. Məsələn, burada baxın, artıq buralarda artıq məsələn baxın 7-ci saniyədə çox olub da, məsələn 140 idi də daha deməli sürətlə qaçırmış. Sonra gəldik nəyə? Gəldik 8-ci suala. 8-ci sualda xətti diaqramda ölkələrin birində yanacağın qiyməti haqqında məlumat verir. 2014-cü ilə yanacağın qiyməti 2012-ci ilə nisbətən neçə faiz bahadır deyir. Baxın, 2012-də nə qədər olubdu? Məsələn, bura nədir? Məsələn, 100. Bura 100-dür də, elə deyilmi? Bura 60-dır, burada 140-dır. Əla, baxın, bu 100 olubdu. 2012 deməli, 100 olubsa 100-ü mən 100% götürməliyəm. Və sonra 2014-də bəs nə qədər olub? 140. 140-a da x götürməliyəm. Onda mənim bu x-im olacaq neçə faiz? Elə 140% olacaq uşaqlar. Çünki bu 100-dən bu 100 gedəcək. Nə qədər çoxdur deyirsə, təbii ki 140-dan bu 100-ə çıxmalıyam da faizləri. Neçə faizdir? 40% çoxdur. Çoxdur kimi qeyd edəcək. Sonra 2010-cu ildə, buranı siləyim, 2010-cu ildəki qiymət neçə faiz azdır deyir. İndi bax, təbii ki 2023-ü daha şey götür, 2023-də nə olur? 100. 100'ü götürəcəyim 100%. 100% götürəcəm. Kimin onda isə 40'ı da götürəcəm x%. Onda bu, baxın aşağıda 40% olacaq. Nə qədər azdır desə, təbii ki mən bu 100-dən 40'ı çıxmalıyam uşaqlar. Faizdə neçə faiz? 60% azdır olacaq uşaqlar. Əla. Sonra 2020-ci ildəki qiymət 2012-ci il qiymətdən neçə müqayisədə neçə faiz dəyişibdir deyir. Hani baxın 2022-də olub 100, 2022-də olub 100, 2012-də olubdur. Heç dəyişmir başlar. Baxın hər ikisi 100 olaraq qalıb. Heç bir dəyişiklik yoxdur. Əla, heç neçə faiz dəyişib, heç bir dəyişiklik olmayacaq. Yəni bu şəkildə baxmamız lazım. Gəldik 9-cu suala. Nə deyir bizə 9-cu sualda? Deyir ki, xətti diaqramda Bakı şəhərinin ilin ilk 9 ayı üçün temperatur orta qiyməti hesab edilmişdir. Orta qiymətlərdir. May ayında orta temperatur fevral ayına nisbətən neçə faiz artır? May və fevral. May burada 25'dir. Fevralda 10'dur. İndi baxın aşağılar. Təbii ki biz kiçiyini 10'u götürürəm 100%. Mayı götürürəm, yəni 25'i götürürəm x%. Çarpaz vursaq, bura 10, burada 25 vursun 100 oldu. Bununla bunu ixtisarədə neçələrdir? 250%. Nə qədər, neçə faiz artıbdır? 100 idi, 250% oldu. 250'dən nəyə çıxmalıyım? 150. 150% artıb uşaqlar. 150% artıb. Əla. Baxın bu şəkildə. İyun ayında orta temperatur may ayına nisbətən neçə faiz azalıbdır deyir. İyun ayında 30 olubdur. 30. May ayında nisbətən neçə faiz azalıb? May ayında isə 25 olubdur. İndi biz iyun ayında orta temperatur may ayına neçə faiz azdır deyir. May ayında bir dəqiqə. İyun ayındakı orta temperatur may ayına neçə faiz az deyil, axı çox olmalıdır da. Bir dənə baxaq. Özlərim səhv yazıblar. Əslində mayda çoxdur da. Yox, mayda az olmalı. Bax, iyun ayında orta temperatur orta temperatur may ayına nisbətən neçə faiz az olub? Az olmuyor baxın. Çox olub əslində. Burada biz neçə faiz çox olduğunu tapmaq üçün 30'a götürərəm x, bu 25'e də götürərəm 100%. Çarpaz da vursaq, bu 25 düşəcək aşağı, burada 100 vurulsun 30 şəklini alacaq. Bununla bu getdi 4, neçə oldu? 120% oldu.
Ha, nə qədər çox oldu? 20% nədir? Çoxdur. Bu şəkildə baxmamız lazım. Gəldik sonra 10-cu suala. Satış məntəqəsində birinci gün 20 kökə satıldı. Satış məntəqəsində hər gün neçə kökə satıldı? Birinci gün 20 kökə. 20 kök satılıbdır da 20%. Yəni X-ın 20% 20-dir uşaqlar. Baxın 20% 20 olan ədəd. Onu deyirəm, bu 20-ni, bu ədədi 100-ə vurub bölməliyəm nəyə? Faizə. Neçə oldu? Deməli 100 kökə var uşaqlar. Kökə. 20% bura satılır, 20 dənə bura. Sonra baxın, yenə 20% 3-cü gün satılır, 20 dənə də bura satılıbmışdı faiz. Çünki mən 20%-ni tapsam, yəni bu 10% ise bura 10 kökə deməkdir. 40% ise bura 40-dır. Ona mən nə etməliyim? Toplamalıyam. 20, 40, 40, 40, 80, 80 ise 10 gəlində 90. Hə, onda bura nəymiş? Mən burada səhv eləmişəm. Necə sayım? Burada mən baxsam, birinci gün bura görmüşəm. Bu ikinci gün deyilənə mən birinci gün kimi baxmışam. Bir dənə baxaq. Yenə də eyni şey mi olur? Bizə deyir ki, mən bu faiz tapmalıyım da. Nə oldu burada? Mən burada səhv elədim. Necə sayım? Burada 20 ilə 20, 40, 80, 10. Bura 10%'dir. Hə, mən yazmalıydım. 10% 20 olan ədəd. Onda mən 20-ni 100-ə vurub bölməliydim ona. Bununla bu 200 dənə var imiş. 200 kökə var uşaqlar. Kökə. 200 kökənin baxın. Əsasən xətti satışdan hər gün, hər günü yazağın. Məsələn, birinci gün nə idi? 20. İkinci gün, bəs ikinci gün nə olacaq? 200-ün neçə faizi? 20% olacaq. Bununla bu nə oldu? 40 dənə. Bura oldu 40. Üçüncü gün yenə də 20%, yenə də 40 olacaq. Üçüncü gün 10% 20'dir. Çünki burada 10% idi. Və dördüncü gün isə 40%. 200'ün 40%'ni tapacaq. Bu da elədi 80. Elə deyil mi uşaqlar? Bu da elədi 80 dənə. İndi baxın. Sonra nə deyir bizə? Dairəvi diaqram əsasən xətti diaqram qurun. Ayət sualları tərtib edin və cavablanın. Bunları artıq sözünüz məncə edə bilərsiniz. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.